İbadət əslində geniş bir məfhumdur. Bir insana qarşı elədiyimiz təbəssüm belə, insanın əhval-ruhiyyəsini dəyişirsə, bunun özü də ibadətdir. Yolda keçən bir daşı oradan götürüb kənara atmağın özü də bir ibadətdir. Bir insana qarşı etdiyimiz yaxşılıq da bir ibadətdir. Namaz qıldığımız zaman onun özü də bir ibadətdir. İşimizə layiqincə yanaşıb, məsuliyyətli yanaşdığımız zaman onun özü də bir ibadətdir. Ailəyə qarşı yanaşdığınız yanaşmalar onun özü də bir ibadətdir. Dərs oxuduğunuz zaman tələbənin oxuduğu dərsin özü də bir ibadətdir. Çünki bunların hamısı mövcud olanlar üzərində. Sadəcə təəssüflər olsun ki, ibadət anlayışını gətirib, məhdudlaşdırıb, dar bir çərçivəyə salıbdır. Bir insan namaz qılırsa, qıldığını başa düşmürsə, düşmədən eləyirsə, onun missiyası sadəcə əyilib qalxmaqdan ibarət olacaq. Bu artıq ibadət deyilən bir hökmdə deyil. Və yaxud da namaz qılandan sonra bu insan yenə də öz həyatını eyni şəkildə davam elətdirirsə və müsbətə doğru bir irəliləyiş yoxdursa, bu ibadətin ona nə faydası olacaq? Yaxud bir insan oruç tutursa, oruçdan da insanlarla münasibətini əsəbi formada davam elətdirirsə, bu o zaman ona ancaq ac qalmaq və susuz qalmaqdan ibarət olan bir diyeta hökmündə olacaq. Bu artıq o ibadət hökmündən uzaqlaşmış olur. Ona görə biz elədiklərimizin nə olur olsun, mahiyyətini dərk etməliyik. Ki, həqiqətən bu nə üçündür? Məqsəd nədir? Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.